Hər kəsə salam. Bugün olduqca mürəkkəb, amma bir o qədər də vacib bir mövzuya baş vururuq. Təkfir, yəni birini kafir elan etmək məsələsi. Konkret bir fətva üzərindən gedərək bu məsələnin nə qədər həssas olduğunu və niyə dərin bir bilik tələb etdiyini anlamağa çalışacağıq. Əsas sual isə budur. Belə ağır bir hökmü kim, nə zaman və hansı şərtlər daxilində verə bilər? Gəlin görək bugün nələrdən danışacağıq. Əvvəlcə ortada olan bir suala baxacağıq. Sonra məsələnin əsasını təşkil edən qaydanı və onun detallarını incələyəcəyik. Ardınca bu qaydanın qəti şəkildə tətbiq edildiyi 4 vəziyyəti, alimlərin konsensusunun, yəni icmanın rolunu və sonda da bütün bu mövzudan çıxan yekun tövsiyəni müzakirə edəcəyik. Yaxşı, başlayaq. Baxın, bütün bu söhbət əslində konkret bir sualdan başlayır. Tariq Həsən adlı biri bir sual verir. Və bu sual məsələni quru nəzəriyyədən çıxarıb real həyata, praktik bir problemə çevirir. Bu da bizə göstərir ki, belə həssas mövzularda insan gərək danışsın, soruşsun, məsləhətləşsin. Bəs sual nədir? Sual belədir. Bir din adamı var, ümumi olaraq küfrüdən danışır, pisləyir, amma iş konkret bir adama gələndə bu kafirdir deməkdən çəkinir. Soruşurlar ki, bəs bu adamın özünün hökmü nədir? Bax, bütün bu araşdırma da məhz bu sualın cavabını tapmaq üçündür. Və problemin tam mərkəzində, İşin düyün nöqtəsində hamımızın eşitdiyi o məşhur qayda dayanır. Kim kafiri kafir saymazsa, özü kafirdir. Bu çox kəskin səslənir, elə deyilmi? Sanki heç bir güzəşti, heç bir istisnası yoxdur. Amma, gəlin görək, həqiqətənmi elədir? İşlər heç də göründüyü qədər sadə deyil. İndi isə keçək qaydanın özünə və onun incəliklərinə. Yəni, sual budur. Bu qayda hər yerdə, hər zaman istisnasız keçərlidirmi? Gəlin fətvanın bu məsələyə necə aydınlıq gətirdiyinə birlikdə baxaq. Baxın, fətvanın elə ilk cümləsi, bəlkə də ən vacib nöqtəsi budur. Bu qayda mütləq deyil. Yəni, bunun altında yatan çox vacib detallar, başa düşülməsi zəruri olan incəliklər var. Və bu da bizi yenə eyni nöqtəyə gətirir. Kontekst, detallar hər şeydir. Ona görə də insan bilmədiyi məsələdə hökm verməyə tələsməməlidir. Gərək məsləhət alsın, danışsın. Yaxşı, əgər qayda mütləq deyilsə, o zaman onun tətbiq edildiyi qəti hallar olmalıdır. Elə deyilmi? Bəli, var. Fətva 4 belə konkret, mübahisəsiz vəziyyətdən bəhs edir. Bunlar hansılardır? Birincisi, birbaşa vəhi ilə, yəni Quran və sünnə ilə kafir olduğu bildirilənlər. İkincisi, əsli kafirlər. Üçüncüsü, haqqında alimlərin yekdil rəyi, yəni icması olanlar. Və dördüncüsü, bütün sübutlar göstərildikdən sonra da inad edənlər. Gəlin indi hər birinə tək-tək nəzər salaq. Deməli, birinci hal. Bu ən aydınıdır. Söhbət birbaşa Quranda və ya sünnədə adı çəkilən, kafir olduğu bildirilən şəxslərdən gedir. Məsələn, İblis və ya Əbu Ləhəb kimi. Yəni Allah birinin kafir olduğunu deyibsə, sən artıq yox, bəlkə də deyil deyə bilməzsən. Quranda İblis haqqında ayə çox aydındır. O, imtina etdi, təkəbbür göstərdi və kafirlərdən oldu. Burada şərhə, tərəddüdə yer yoxdur. İkinci hal isə əsli kafirlər adlanan qruplardır. Yəni, İslamdan başqa dinlərə, məsələn, Yəhudiliyə, Xristianlığa və ya Zərdüştliyə mənsub olanlar. Fatva bu məsələdə klassik alimlərə, məsələn, Qadi İyyada istinad edir və onun sözü çox qətidir. Deyir ki, kim bu qrupların küfründə şübhə edərsə, onun özünün kafir olduğunda alimlər arasında tam bir razılıq, yəni icma var. Bu, kiminsə şəxsi fikri deyil, əsrlərdir formalaşmış bir mövqedir. Keçək üçüncü hala. Bu biraz daha spesifikdir. Artıq ümumi qruplardan yox, konkret şəxslərdən danışırıq. Hansı şəxslər? Küfründə alimlərin tam konsensusa, yəni icmaya vardığı şəxslər. Fətvada buna ən bariz nümunə kimi İbn Ərəbi və onun təlimini davam etdirənlər göstərilir. Hətta İbn Mukriddən sitat gətirilir ki, kim İbn Ərəbi firqəsinin təkfirində tərəddüd edərsə, o da kafirdir. Niyə? Çünki alimlərin bu barədə yekdil qərarı, yəni konsensusu var. Və nihayət dördüncü hal. Təsəvvür edin ki, bir adamın küfürdə olduğuna dair bütün dəlillər, sübutlar bir başqasının qarşısına qoyulur. Hər şey aydındır, heç bir maniyə, heç bir anlaşılmazlıq yoxdur. Amma o, bütün bunlara baxmayaraq inad edib, həmin şəxsi kafir elan etməkdən imtina edir. Bax, bu da qaydanın tətbiq olunduğu dördüncü vəziyyətdir. İndi gəldik məsələnin bəlkə də ən incə, ən nüanslı hissəsinə. Yaxşı, anladıq. Konsensus varsa, hər şey aydındır. Bəs yoxdursa, bəs alimlərin özləri bir məsələdə fərqli düşünürlərsə, o zaman nə etməli? Gəlin bunu çox maraqlı bir tarixi nümunə üzərindən aydınlaşdıraq. Bəli, sual budur. Əgər ortada bir konsensus, yəni icma yoxdursa, nə olur? Çünki həyatda hər şey ağ-qara deyil axı. İlk 3 halda aydın dəlil və ya konsensus var idi.
Amma reallıq həmişə belə olmur. Baxın, fətvada iki şəxs müqayisə olunur, İbn Ərəbi firqəsi və Həccac bin Yusuf. İbn Ərəbi məsələsində tərəddüd etmək olmaz, çünki dedik ki, alimlərin konsensusu var. Amma Həccac bin Yusufə gəldikdə vəziyyət fərqlidir. Onu kafir saymamaq insanı dindən çıxarmır. Səbəb çox sadə, çünki onun haqqında alimlər arasında yekdil bir fikir, yəni konsensus yoxdur. Bax, bütün məsələnin açarı budur. Bu da o deməkdir ki, hökm verməzdən əvvəl insan gərək araşdırsın, danışsın, bilsin ki, bu məsələdə konsensus var, yoxsa yox. Bu nöqtəni İmam Tavusdan gətirilən bir sitat daha da gücləndirir. O deyir ki, İraqdakı qardaşlarımızın vəziyyəti nə qərbədir, Həccacı müsəlman sayırlar. Fikir verin, İmam Tavusun özü Həccacı kafir hesab edir, amma onunla razılaşmayanlara nə deyir? Qardaşlarımız. Düşmənimiz, kafir filan demir. Niyə? Çünki bilir ki, bu məsələdə konsensus yoxdur, fikir ayrılığı var. Bu da bizə tələsik hökmlər verməyin nə qədər təhlükəli olduğunu göstərir. Və beləliklə gəldik yekona. Bütün bu müzakirələrdən, incəliklərdən sonra fətvanın bizə son tövsiyəsi, əsas məsləhəti nədir? Fətva əvvəldəki suala çox konkret cavab verir. Yadınızdadırsa, bir din xadimi var idi, tərəddüd edirdi. Cavab belədir. Əgər o din xadiminin təkfir etməkdən çəkindiyi adam bizim danışdığımız o 4 qəti haldan birinə daxildirsə, o zaman bəli, qayda işə düşür və din xadiminin özü üçün də təhlükə yaranır. Ancaq, və bu ancaq çox vacibdir, fətva xüsusi bir ehtiyatlılıq tövsiyə edir. Kimlərə qarşı? Özünə İslama nisbət edən, açıq-aşkar bir inadkarlıq göstərməyən, bəlkə də fərqli bir şərhi, yozma olan şəxslərə qarşı və xüsusilə də elm əhlinə qarşı. Yəni, məsələ bu qədər həssasdır. Deməli, əsas nəticə nədir? Nəticə odur ki, bəli, belə bir prinsip var, realdır. Amma onun tətbiqi oyuncaq deyil. Bunun üçün dərin bilik, böyük ehtiyatlılıq lazımdır. Bu da bizi təkrarən əsas fikrə gətirir. İnsan danışmalı, məsləhətləşməlidir. Mütəxəssislərlə danışmadan, məsələnin dərinliyinə varmadan bu cür ağır hökmlər verməyə heç kim tələsməməlidir. Və bütün bunlar bizi sonda belə bir fəlsəfi sualla üz-üzə qoyur. Yaşadığımız bu mürəkkəb dünyada əlimizdəki qəti qaydaları ehtiyatla, müdrikliklə necə tətbiq edə bilərik? Aydın prinsiplərlə həssas tətbiq arasındakı o incə tarazlığı necə tapmaq olar? Düşünürəm ki, bu üzərində düşünməyə dəyər bir sualdır. Vaxt ayırdığınız üçün təşəkkür edirəm.